Uzun illər keçib. Zaurun valideynləri artıq həyatda deyil. Zaur isə hələ də Firəngizli ailəlidir. Burada da elə filmdəki kimi yenə Zaur yuxusunu qarışdırır. Firəngiz ona yuxusunda içki dostu Məmməd Nəsirin adını sayıqladığını deyir. Və buradan da məlum olur ki, Zaur uzun müddət özünü içki ilə ovudub. Bəli, Zaur qocalıb. 2 dəfə infak keçirib. Telefon zəng çalır. Zəng edən Firəngizin qardaşı Spartakdır. Spartak da yaşlanıb. Artıq 81 yaşı var. 2 dəfə evlənib, boşanıb. 3-cü dəfə özündən 30 yaş kiçik bir xanımla ailə qurub. Və o da xəstədir. Hər şeyi yavaş-yavaş unutduran Alzheimer xəstəsi. O, telefonda Zaurla təcili görüşmək istədiyini deyir. Zaur Spartakın evinə gedir. Nəhayət Spartak sözə başlayır. Zaur, mən sənə etiraf etməliyəm. Bu cümlə Zauru diksindirir. İllər keçsə də qorxduğu o mövzu yenə qarşısına çıxır. Qalxıb getmək istəyir. Amma Spartak onu saxlayır. Otur, bunu bilməlisən. Nə qədər ki unutmamışam, hər şeyi bilməlisən. Və sözünə davam edir. Zaur, o gün mənim maşınımda gördüyün təxminə idi. Zaur o cümləni eşidir. İllər keçsə də qəlbi yenə o günkü kimi sızlayır. Amma Spartak danışmağa davam edir. Bir gün təxminə mənə zəng vurdu. Dedi ki, onu dəniz qırağına aparım. Açığı sevindim. Düşündüm ki, bəlkə mənə qarşı hissləri var. Elə həmin gün onu evindən götürdüm, getdik dəniz sahilinə. Orada heç nə demədi, danışmadı. Sadəcə dalğalara baxırdı. Susurdu. Sonra birdən dedi ki, sizin bağa gedə bilərik. Bu dəfə artıq əmin idim. Fikirləşdim, yəqin mənə yaxınlaşmaq istəyir. Getdik bizim bağa. Orada da yenə sustu. Eyvanda dayanıb uzaqlara baxdı. Mən dözmədim, yaxınlaşıb onu qucaqlamaq istədim, amma o məni itələdi. Və dedi ki, gedək. Dedim, necə yəni gedək? Bəs nəyə gəlmişdik? O isə sadəcə dedi, vidalaşmağa. Zaur, mənim təxminə ilə aramda heç vaxt heç nə olmayıb. O sənə xəyanət eləməyib. Və beləcə Zaurun illərlə içində daşıdığı şübhə bir cümlə ilə dağıldı. Amma artıq çox gec idi.